Ölkə xəbərləri ilə davam edirik. Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin publik data portalının təqdimatı olub. Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında data əsaslı qərar qəbul etmə mexanizmlərinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, təqdim olunan portal agentliyin müxtəlif istiqamətlər üzrə fəaliyyətində vətəndaş iştirakçılığının təşviqinə, eləcə də bu çərçivədə hesabatlığın təmini olunmasına xidmət edir. Burada 7 fəaliyyət istiqaməti üzrə açıq məlumatlar təqdim olunacaq. Bu, Asan Xidmətin fəaliyyətdə olduğu 12 il müddətində xidməti fəaliyyəti zamanı toplanan məlumatların, informasiyaların açıq, cəmiyyət üçün açıq elan edilməsidir. Bu portaldan istifadə etməklə tədqiqatçılar, ekspertlər, mütəxəssislər, startapçılar, gənclər, cəmiyyətin ayrı-ayrı təbəqələr nümayəndələri öz məqsədləri üçün, öz şəxsi məqsədləri üçün, öz biznes fəaliyyəti üçün və elmi araşdırmaları üçün rahatlıqla istifadə edə biləcək. Portal artıq bugün istifadəyə verildi və Asanın rəsmi internet səhifəsində o portala keçidi var.